Herkese selam, ben Ayhan. Efirde Tema Var serisinin ilk bölümüne hoş geldiniz. Hala da kanalıma abone değilseniz de aşağıdan kanalıma abone olup bu videomu da like atmayı unutmayın. Videoda izlediğimiz videoları Medium kanalından izlemekteyiz. Hala da Medium kanalına abone değilsinizse açıklamaya koyduğum linkten abone olabilirsiniz. Olur da size ne olur ne isterse benden oldu. Aynen bunun adı cennetiydi, neydi bu arada adına da? Düzleri, düz hemşe eğrini kessin. Aynen. Bəsdir. Ay xanım, bəsdir. Bəsdir, gəl otur. Ayda. Başım ağrıdı. Vergi süperdi. Əsədova, Makanat yox, mən. Manaf Ağayeva. Mənət yox, manaf, hə. Deyirəm, Nə bilim oldu? biri daldan danış. Hə? Heç. Bəli, Məsələn, hansı yeməyi yaxşı bişirə bilirsiniz, deyin mənə. yemək pişirməyə gəlməliyəm bura. Oo. Sözə var. Ayda onlarda gəzən oğlan. Ay, ara öpürsən. Oo. Ara elə bu da yanından istifadə edib öpürüm. O keçəl oğlan. Keçəl o. Saçı keçəlsən sən. Sən. Hə, gəl. Bu da yazıq baxır bizə. Rəşad da adı. Rəşad, sən də çox belə baxırsan bizə. Bax boynunu salmısan. Adam ürəyi ağrır. Harda işləyirsən sən? İşləmirsən? Bəli. Mən nə yeyirsən maşallah, mənim kimi toppuşsan. Belə kök olur. Neçə uşaqsınız? Tək uşaq. Atan-anan sağdır. Atam dünyasını dəyişib. Anan pensiyalı. Anan pensiyasını yeyirsən. Ana get bir iş tap özvər. Amma yazıqdır da. Ama Erci çok düştü. Ana qismət Allah ya otur bütün günü. 30 yaşında. Uşağınız var. Bəli, 5 uşağım var. Bir uşağınız var. 5. 5 uşaq. Oy 5. Nə oldu? Maşallah. Siz neçə yaşında getdiniz ərə ki 30 ayrılmış. Ha, neçə yaşında getmişdiniz ərə? 21. Hə də düzdür. Allah 500'de 5 tane uşağı var. Ha, hər biri sonra da kişi dokuz qovalayıb yıl evdən. Ay günahsanım. Deyirəm bu 5 uşağın atası, bu uşağı sən dünyaya gətirdin. Əksinə sən gəlib bu kişinin ayağından möhkəm yapışaydın, sən əksinə kişini qovmusan evdən. Daha onlardan danışmayaq da Elgiz bəy. Kömək elədiyimiz insan bilməyək kimdir, nə kimdir. Mənəm də buradayam. Ne olar bizim üçün maraqlıdır. Kişi sağdır. Bəli, sağdır. Arada görüşüb eləyirsiniz. Kişi evləndi. Kişi çoxdan evlənib. Uşaqlar var oradan, o qadından da. Bəli, bir uşağı var. Bir uşaq Ama var. Erci çok darlıyor adamı. Gör sizi nə qədər sevir ki, sizdən 5 uşaq dünyaya gətir. O birisi qadını gör sevməyib ki, ondan cəmi bir uşaq dünyaya gətir. Səhv deyirəm. Ayda Erci'nin bakışları. Ama zor bakır da bu adam. Ayda arka plandaki adam ses çok berbat abla. Niye? Ne mecburdu çıxıb? En çok lezzet eləyən şey Erciz'in verişində bu insanların gəlib burada mahnı oxumaqları en çok lezzet eləyən hissəsidir da. Çünkü her cür, her fantastik insan gəlib. Səsin var, Allah haqqı böyük günah iş görür. Allah Ay sən anladıqlar dayı. yalan məlumat verir. Başqa olmaq üçün gərək mənim bir samballı sponsorum olsun. Valla sponsor tapmağa gəlmişsən bura. İşte məndir. Müğənni sponsordur. Müğənninin ya özünün pulu olmalıdır, ya sponsor olmalıdır. Sən nə baxır? Kesinlikle sponsorsa özümə taparam. Sənə deyə verirəm mən sponsorumu. İşini gücünü at, bir avtobüsə Xaçmazdan buraya gəl ki, mən özümə sponsor. Nəyə? Ortada da heç nə yoxdur. Mən show biznes bazarına gizməlim. Bu sponsor gəldi sənə nəyə sponsorluq edəcək? Mən show biznes bazarına başqa cür girmək istəyirəm. İstəyirəm reklamım olsun. Hazır mənə reklam çəkəcəklər. Demirsən mən oxuya bilmirəm. Öyrənəcəm də, oxuya bilmirəm. Oxuya bilirəm. Hayda oxuyanmıram öyrənəcəm. Belə şey var. Sadəcə mənə dəstək lazımdır. Oxuya bilirəm, niyə oxuya bilmirəm ki? Ayda. Elə demir, öyrənəcəm də sponsor axtarır. Deyirəm, niyə oxumağa deyir ki, öyrən. Hələ bu hələ oxumağa öyrənsin. Sonra oradan sponsor tapasın. Elgiz müəllim. İftara bir saat qala məndən gələn səslər. Ayda. Hayda Zardax Şerif. Gözəl övladlarınız dünyaya gəlsin. Sən balanı qucağına alanda
Sən körpəni qucaq, anan gələr və Kameraman diye test otaylar için video çek. Boşanıram, Allah olsun boşanıram. Ay sen adet eləmişsən. Sen onsuz da boşanacaksan. Geç tez. Aha. Her şey. əslində keç yanına. Mən bu qədər şeyə razı deyiləm. Ananın yerini heç Kim kim məni vermir. istəmirsə, bu studiyada mən gəlməyə bilərəm bu qədər. Zahir müəllim, sizə böyük minnətdarlığımı Keç bildirirəm. xanımının yanına, hələ Böyük qərar hörmətim danışma var. burada. Keç xanımının yanına. Mən razı deyiləm. Mikrofonu qoy bura, mikrofonu qoy. Atma. O günlərimdə ilahə sındırıb bir mikrofonumuzu. Belə çırpdın yerə, Oyda. xanıma qışqırdın, nətər çırpdınız yerə, mikrofon qırılır. Mikrofon göre kullanmıyorlar be. Allah heç kim sana verməsin. İkiyüzlülük eləmir, yaxşı? Oyda. Ama efirde böyle qalmaqal eləyənməzsən ki. Başa düşürəm onu. Valla xurcunu ilə ortalıqda qalır. Ayda. Ayda. Ne olar? Türkiye'de kino çekenlerden xahiş edirəm bu qadını alsınlar. O necə Şamilə oxşayır o. Ayda. Abi oynayan qızdır, efirde oynayan qız. Həmən istehsal Çində olacaq, ingilislə yazılacaq üstündə, corabın üstündəki corabı. Necə deyilir Hər o ingiliscə? Bilmirəm də üstünə yazılacaq. Mən Hər cürabı necə deyilir? Fəqər ingiliscə. Mən də maşallah o qədər ingilisini mükəmməl bilirəm ki, çox bu dəhşət. izahatını biləm. Ona görə Zahir müəllim. Husband. Ha, nə dedim? Husband. 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 Ha, olsun husband. Nə olar? Xeyir olsun. Salam, hər vaxtınız xeyir. Studiyada Kəmalə xanımdır, səhv eləmirəmsə adı. Bəli, gözəl Onun müğənnim. danışığı mənim xoşuma gəlmədi, narahat elədi. Ona görə əlaqə saxladı. Qorxmaz müəllimlə danışığı. Bax, ümumiyyətlə Qorxmaz müəllim heç nə eləməyib. Bax, bu sözləri heç bəyənmədim. Biz Qorxmaz müəllimi uşaqlıqdan izləyirik. Çox sevdiyimiz, çox mədəni, qanacaqlı insandır, yerini bilən insandır. Onunla o formada, o fonda danışmaq əsla olmaz. Yəni qəti şəkildə. Sən evdə otur, yemək pişir, axşam uşaqlar gələcək. Ağıllı ol. Ad boy verin, zəhmət olmasa. Bax, bu Siz məni tanımırsınız. Ayda. Olmaz mənim bilən, mən bilərəm canım. Yəni Oyda. Dene canım eşti. O neydi? Orada elə yer yoxdur. Yeri yoxdur. Ya özünə əziyyət verir. Bu nə mahnıdır? Bu nədir? Ən çox Elgizin verişləri çox xoşuma gəlir. Çünki çox maraqlı anlar yaşayırıq. Çox əyləncəli və gülməli anlar olur. Nəysə dostlar, məncə videomu bəyəndiniz. Videomu bəyəndisə like atıp kanalıma da abunə olmağı unutmayın. Və bu arada ekranda sizə özəl bir video çıxdı. Ona da tıklayaraq baxa bilərsiniz. Bunu da unutmayın. Sevilirsiniz.